Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Mən Gülşən Nəşmova. Bugün sizlərə Qurikulumdan 20 iyun yeni sertifikasiyanın 3-cü günündən düşən suallardan danışacağam. Ümid edirəm ki, izahım faydalı bir izah olacaq. Artıq növbəti günlərdə bilirik ki, sertifikatlaşma prosesimiz ta ayın 26-sına kimi davam edir. Həmin günlər gedəcək müəllimlərə də qismən dəstək olar. Qeyd edim ki, bugün sertifikatlaşma təkrar sertifikatlaşma adlanırdı. Çünki keçən imtahandan kəsilən müəllimlər bu il daxil olmuşdular. Biraz həyəcan daha çox idi. Bir növ son şans kimi dəyərləndirilirdi. Şükürlər olsun, nəticələrimiz qənaətbəxşdir, yaxşı nəticələr çoxdur. İnşallah növbəti günlərdə imtahana gedən müəllimlər yaxşı nəticələrlə gələrlər. İndi gəlin keçək suallarımıza. Görək hansı suallar müəllimlərimizin bugün qarşısına çıxıb. Qeyd edim ki, müəllimlərin söylədiyi qədərlə elə də çətin, vahiməli suallar olmayıb. Ötən günkü günlərə nisbətdə eyni suallar deməzdim də, yəni oxşar suallar oldu. Yəni eyni sualı salacaqlar deyə bir şey yoxdur axı. Gəlin baxaq suallara. Deməli, birinci sualımız inteqrasiya ilə bağlıdır. Bilirik ki, inteqrasiya sualını inşallah növbəti günlərdə imtahanda görəcəyik, nəinki bugün. Deməli, belə bir sual olub ki, uşaqlar turistlər üçün plan qururlar, Azərbaycan görməli yerlərini görmək üçün. Bu planda deyir, həm Azərbaycan təbiəti haqqında da mütləq şəkildə danışılacaq. Biraz sual belə deyək də, cümlə düz qurulmayıb. Cümlədə indi ola bilər də səhvliklər varsa, müəllimlərimiz bizə hansı formada çatdırıblarsa, biz də tez eləcə yazıb sizə izah üçün təqdim eləmişik. Baxın, burada deyir ki, uşaqlar plan qurur. Deməli, bildim ki, müəllim şagirdlərə tapşırıb ki, uşaqlar Azərbaycanın görməli yerləri haqqında plan qurun və planda Azərbaycanın təbiəti haqqında da danışın. Deməli, Azərbaycanın görməli yerlərindən danışıramsa, burada bir növ tarixə də inteqrasiya var. Təbiət varsa, biologiyaya da inteqrasiya var, görürsüz. Yəni, həm təbiət, həm tarixdən söz getdiyi üçün fənlər arasıdır. Çünki biz artıq belə situasiyaları fən üstü götürmürük. Əvvəllər köhnə qaydaya əsasən götürürdük. Lakin yeni dəyişikliyə əsasən inteqrasiya ilə bağlı kanalımda da izah paylaşmışam. Nazirliyin son sınağına istinad eləyərəkdən bu tip sualları fən üstü götürmürük. Yəni çalışın növbəti imtahana gələcək yoldaşlar da fən üstü götürməsinlər. Ən azından bir balınızı qazanın. Sonra deyirsiniz ki, sağ olsun Gülşən müəllim demişdim. Sonra inteqrasiyadan belə bir sual da düşüb. Deməli, uşağa deyir, təbiət haqqında tapşırıq verir müəllim. Sonra mövzuya aid xəritə çəkməsini istəyir. Belə bir sual da olub. İndi sualı ekranda yazmamışam. Bir daha təkrar edirəm. Deməli, uşağa təbiət haqqında tapşırıq verir. Sonra isə mövzuya aid xəritə çəkməsini istəyir. Baxın, burada təbiət var. Təbiət biologiya fənninə bağlıdır, xəritə də coğrafiya fənni ilə bağlıdır. Yəni də nə olacaq? Fənlər arası. Yəni həmin inteqrasiyanın da cavabı fənlər arasıdır. Fən üstü yoxdur. Əvvəllər məsələn təbiət idi, filan idi, belə situasiyaları biz həyatla əlaqələndirdiyi üçün, bəli, fən üstü götürürdük, amma indi götürmürük. Yəni fənlər arası. Həmin sualın da cavabı fənlər arası olub. Məhz bu sualın da cavabı fənlər arası. Sonra taksonomiyadan sual düşüb, dedi müəllimlərimiz. Amma çox indi imtahandan biraz həyəcanlı, stresli çıxıblar da, yadlarında bütün sualları saxlaya bilməyiblər. Müəllimimiz dedi ki, mənə taksonomiyadan sual düşmüşdü. Həmin sualda təkcə taksonomiyanı soruşmurdu, həm də təfəkkürü soruşurdu. Yəni bu dəfə keçən günlər təkcə taksonomiya soruşulurdu, fikir verirsinizsə. Bu dəfə artıq ikili sual olub. Taksonomiya, təfəkkür, ikisi də soruşulub. İndi sualın məğzi yenə də dediyim kimi çox yadda qalmayıb. İnşallah bundan sonraki izahlarımda çalışacağam digər suallarda paylaşım. Ona görə abunə olun ki, izah yerləşdiriləndə görəsiz. Çünki çoxlu sual verirsiniz ki, müəllim, siz izah yerləşdirirsiniz, biz görmürük. Təbii ki, abunə olmamışsınız ona görə. Abunə olun ki, görəsiz. Yəni yenə dediyim kimi həmin o taksonomiya ilə bağlı sual yadda qalmayıb, amma artıq cavabda təkcə taksonomiyanı yox, həm də təfəkkür də soruşurmuş. Sonra belə bir sual düşüb, formativ qiymətləndirmə ilə bağlı. Müəllimimiz yadında qaldıq formada dedi, biz də onu sual halına salıb yazdıq. Deməli, formativlə bağlı sual olub. Deyib ki, uşaqlar formativ qiymətləndirməni önəmli saymır. Düşünürlər ki, onsuz da bunun qiyməti yazılmır da. Yəni bu düşüncədədirlər ki, formativ qiymətləndirmədə qiymət yoxdur ki, yəni bu summativ deyil ki, yəni bu aspektdən yanaşırlar. Düşünürlər ki, summativdə nəticəmiz yaxşı olsun, əşi formativ qiymətləndirmədir ki, yəni belə yanaşırlar. Belə yanaşırlarsa, deyir müəllim nə etməlidir? Müəllimimiz bildirdi ki, variantlarda var idi ki, uşaqları cəzalandırmalıdır müəllim.
Sonra nə bilim variantlar var ki, uşaqlarla danışıq aparmamalıdır, məsələni böyütməməlidir. Yəni belə bir çox variant olub, amma ən düzgün variantımız qeyd etdiyinə görə A-ymış. Elə o da A variantını götürüb ki, yazılıbmış ki, onlarla bu mövzuda söhbət aparmalıdır, formativ qiymətləndirmənin vacibliyindən danışmalıdır. Yəni cavab bu çıxıb. Fikir verirsinizsə, növbəti bundan əvvəlki günlər, daha doğrusu suallarda formativ qiymətləndirmə haqqında yanlış olanı, formativ qiymətləndirmə haqqında doğru olanı, bunları istəyirdi. Bu gün isə artıq situasiya verib və bu situasiyada formativ qiymətləndirmə üçün nə düzgündür? Yəni bunu soruşub. Yəni ümumilikdə bir daha növbəti günlər, hələ 6 gün bizim 6 bir növ belə deyək seansımız var. 6 gün ardıcıl şəkildə müəllimlərimiz müsahibəyə gedəcəklər. Ta ayın 26-sı daxil olmaqla müsabiqəyə, üzr istəyirəm, müsahibə dedim, testə gedəcəklər və beləcə bu testdə bu suallardan siz də qarşılaşacaqsınız böyük ehtimal. Ona görə yaxşı təkrarlayın. O bəziləri deyir, çox çətin düşüb kurikulum. Çətinliyi budurmu? Sadəcə hazırlaşmayıblar. Mən heç kimin haqqına girə bilmərəm ki, yox çox asandır və yox çox çətindir. İndi situasiyalar olur. Geniş situasiyalar verir. Situasiyanın içində açar söz olur da. Hazırlaşan adam da o açar sözü görməlidir. Bu situasiyada məsələn görürəm ki, uşaq önəmsiz sayır formativ qiymətləndirməni. Təbii ki, müəllim dəstəkləyici mühiti qorumaqla uşaqla söhbət aparmalıdır. Yəni bunu aparmırsa, təbii ki, uşaq formativ qiymətləndirməni önəmsiz sayacaq. Yəni müəllimin bir növ belə deyim, mütaliəsi, fikri önəmlidir. İndi növbəti günlər baxın summativ haqqında sual düşə bilər. Yəni biraz ehtiyatlı olun. Əsas yəni məktəb daxili qiymətləndirmədən düşür də. Beynəlxalqdır, millidir. Ondan çox sual salınmır. Məktəb daxildən salınır suallar. Summativdən, formativdən, diaqnostikdən. Hələ ki 2 gündür biz formativdən görürük suallar. Sonra müəllimimiz bildirdi ki, belə bir sual düşüb ki, uzun bir situasiyaymış, yazılıb ki, uşaqlar iş görərkən bir şagird onlara mane olur. İndi bu söz yadında qalıb. İndi orada şagird onlara mane olur, qoymur işləsin. Yəni belə bir geniş bir situasiya yazılıbmış. Müəllim orada nə etməlidir? Sualda da belə bir sual olub. Təbii ki, müəllim dəstəkləyici mühiti qorumalıdır, şagirdlərlə konfidensiallığı qoruyaraq söhbətlər aparmalıdır. İndi mən variantlarda dəqiq bilmirəm nə yazılıb, amma belə uzun situasiyalar keçən gün də düşüb, bu gün də düşüb. Yəni bu situasiyalarda da yəni müəllimin səriştəlilik bacarığı tələb olunur da, belə deyərdim. Sonra rəy ilə bağlı bir sual düşüb ki, deməli verilib sual, situasiya olub. Həmin o situasiyada deyir müəllim necə rəy verməlidir? Biz bilirik ki, rəy onsuz formativ qiymətləndirmənin komponentidir. Yəni rəy təbii ki, formativ qiymətləndirmənin komponentinə aiddir. Həmin o sualda da soruşub ki, bu situasiyaya necə rəy vermək olar? Ümumilikdə yadınızda saxlayın, rəy konstruktiv olmalıdır. Rəy idrac fəaliyyətinə yönəlik olmalıdır. Rəy spesifik olmalıdır. Rəy uşağı inkişaf elətdirməlidir. Yəni keçmişə yönəlik yox, gələcəyə yönəlik olmalıdır. İdrac fəaliyyətinə fokuslanmalıdır, belə deyərdim. Yəni harda yaxşı söz varsa rəy haqqında belə yadınızda saxlayın ki, müsbət faktorlara köklü biz onu götürməliyik. Qeyd etdiyim kimi rəy də formativ qiymətləndirmənin komponentidir. Gördüyünüz kimi bu gün də qiymətləndirmədən, bundan başqa rəydən, rəy də onsuz qiymətləndirmənin tərkib hissəsidir. Situasiyalardan, qrup işi ilə bağlı situasiyalar verilib, onlardan sual düşüb. Sonra inteqrasiyadan, bir də taksonomiyadan. Qeyd etdiyim kimi bugün taksonomiyanı təfəkkürlə birlikdə salıblar. Məsələn, növbəti günlər heç biz təfəkkür görmürdük, yox idi. Amma bugün görürsüz idrak taksonomiyası Bloom'un içərisində təfəkkürlə də bağlı sual salınıb, təfəkkürün də yəni növünü soruşublar. Ona görə diqqətli olun, həyəcanlanmayın, imtahandan qorxmayın, yaxşı ab-hava ilə, xoş aura ilə imtahana daxil olun ki, nəticəniz də qənaətbəxş və ürəkaçan olsun. Bəyənib paylaşmağı, əhatənizdə olan miqə sertifikasiya hazırlaşan müəllimlərə izahları göndərməyi unutmayın. Həmçinin kanala da abunə olun ki, izahlar yerləşdirilən zaman sizlərə bildiriş halında gəlsin. Bir də qeyd edim ki, bizim ödənişsiz yaddaş kitabçamız var. Həmin kitabçanı da imtahana gedən müəllimlər, gedəcək olan müəllimlər əldə etmək istəyirsə, bizim nömrəmizə burada yazılıb. Nömrə 055 280 59 24. Aşağıda var nömrəmiz. Bu nömrəyə yazsınlar ki, yaddaş kitabçası, biz həmin o ödənişsiz yaddaş kitabçasını sizə göndərək və ən azından qismən imtahanda köməyinizə çatmış olsun.
Sağ olun, salamat qalın. Növbəti izahlarımızda görüşmək ümidi ilə.